Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Deməli, bilgəhdə olan layihəmizdə hələ icmalı olmayıb buranın etap-etap işlənilir. Maqnitni filtr komissiya şirkətinə məxsus olan bütün deməli qazanlar və kombilər deməli maqnitni filtrlə təchiz olunub. İndi hal-hazırda sistem işləyir, amma tam olaraq qazanxana təhvil verilməyib. Maraq üçün baxaq görək. Maqnitni filtrin burada effektivdir, nə qədərdir və necədir? Baxaq. Görsənir də yəqin dostlar. Bu zavod Vitalikin professional baku, mənim və digər yəni maqnitli filtrlə haqqında danışan qardaşların heç birinin atasının qohumunun deyil. Lazımdır, effektivliyi var və biz bunu məsləhət görürük. Bu sistem hələ yəni işlədiyi nədir ki, bir aydır, 2 aya yaxın da belə deyək. Artıq görürsünüz, var. Və təzəlicə biz konferansda olan zaman Termona və Varmhouse şirkətlərinin deməli mühəndisləri deyək də, onlar da bir mənalı olaraq qazanda, əsas da bir kontrollu qazanlarda, yoğuşmalı qazanlarda maqnitli filtrin vacibliyini vurğuladılar. İzləmədə qalın, hələlik.